Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Maşın saxlamağa yeri göstərdi. Neçə maşın olur? Rahat 10 dənə maşın rahat yerləşir bu həyətə. Plus da bayır tərəfdə də saxlamağa yeri var. 6 sotun içində Mərdəkanda Cem Market var. Cem Marketin yaxınlığında daimi yaşayış olan bir massivdədir. 180 kvadratlıq bir evdir. Qiymətin sonda deyəcəm. Gəlin yavaş-yavaş həyətlə tanış olaq. Burada sanitar qovşağı var. Bağışlasın. Kameramızı fırlatdık o tarafa bu tarafa. Burada həyətin ümumi sanitar qovşağı. Duşu. Əla. Buranı da qəşəng dizayn ediblər bax. Sağ tərəfi. Maraqlı düzəldiblər. Yəni boşluğu düzgün istifadə ediblər. Burada daşma tipli hovuzu var. 8 metr uzunluğunda, 4.50 enində, 1.60 dərinliyində. Belə bir hovuzu. Burada qəşəng söhbətgahı var. Hal-hazırda da kölgəlikdir. Mətbəxin qarşısıdır. İçəridə manqal da var. Təbii ki, evindir. Görək bu ventilatorlar işləyir. Yayda qəşəng qoyursan. Ağıllı fikirdir o. Bax. Yayda yandırırsan qəşəng külək əsir. Əla. Gəl keçək evin içinə. Ya Allah. Daxil olanda geniş bir hol. Hündürlüyü 3.60. Sağda, sol tərəfdə daha doğrusu qardırobu. Solda mətbəxi, 25 kvadratlıq bir mətbəxi. Bu da barbeküsü. Həyətində sadəcə evə qoyublar. Çıxışı var oradan. Burada da evin güzgüsü koridorda. Ənənəyə sadiq qalıb keçirik zala. Ay maşallah. Çox enli, geniş, işıqlı. 50 kvadratlıq. Əla, mən bəyəndim. İnşallah siz də bəyənərsiniz. Allah olmayanlara nəsib eləsin. Kirayədə yaşayan bütün kirayəkeşlərə nəsib eləsin. Burada 30 kvadratlıq bir yataq otağı böyükdür. Həqiqətən böyük. Səsi mi yıxıl verir? Otağı qədər böyükdür ki. Əla. Davam eləyək. Yanında 18 kvadratlıq bir yataq otağı, orada güzgülü bir qardırobu. Bu arada kondisionerin xəttləri, kameranın xəttləri, ümumiyyətlə işıq qaz sistemi tam hazırdır. Bu evdə sadəcə olaraq bir şeyə fikir verdim. İsti döşəmə yoxdur. Yalnız koridorda, yataq otaqlarında radiatorlar qoyulub. Amma qalan bütün hamamlar olsun, xol olsun, zalın özü, mətbəx hamısı isti döşəməlidir. Bu da ümumi sanitar qovşağı. Sanitar qovşaqları da isti döşəməlidir. Keçək ən vacib məsələyə. Puluna, gəl çöldə deyim. Xanımlar və cənablar, gəldik ən vacib məsələyə. 395 min manatdır bu evin qiyməti. Təbii ki, hər zaman dediyim kimi endirimlər olunacaq, kupsası var, ipotekaya yararlıdır, filan. 150 min manatdan ta 15-20 milyona qədər evlərimiz var. Bizə müraciət edə bilərsiniz. Allah hər birinizə ruzulu, bərəkətli, xoşbəxt yaşaya biləcəyiniz evlər nəsib eləsin. Hələlik özünüzdən müğayət olun.